Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah ve ba'd. Sözsüz ki kardeşler, mühüm meselelerden həmişə mümin gerek yadında saxlasın ki Allah subhanahu wa ta'ala onu neye göre yaradı. Allah subhanahu wa ta'ala Kur'an-ı Kerim'de buyurur ki وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ. Yani mən cinləri və insanları mənə ibadət etmək üçün yarattım. Yani bu əsas məqsəddir. Və ibadət də qardaşlar, Allah ibadət etmək, təkcə namaz qılmaq deyil. Allaha ibadət etmək, yəni yaxşı əməlləri etməkdir. Və ona görə Allah subhanahu wa ta'ala ibadət mənasını daha geniş Əsr surəsində bəyan edib. Allah subhanahu wa ta'ala zamana and içirir. Vəl-əsr, əsr and olsun. İnnel insane lefî xusr. Həqiqətən bütün insanlar xəsarət içindədir. Sonra da istisna edir. İdir illellezîne âmenû və amilussâlihat və tevassav bil-hakk və tevassav bis-sabr. Və 4 şey Allah subhanahu wa ta'ala sayır və həmin ibadət mənasının açılmağıdır. Onun şərhidir. Nədir? İman gətirən, xeyir əməllər edən və həmçinin haqqa dəvət edən və səbr edən və səbrə dəvət edənlərdən başqa. Ona görə də ibadət əsas bu şeylərdir. Yəni iman gətirmək, elm öyrənmək, sonra iman gətirmək və sonra da xeyir əməllər görmək. Və ona çağırmaq və səbir etmək. Lakin xeyir əməl necədir? Nə olur qardaşlar? Fikir versəniz, Quran-ı Kərimdə bir çox yerdə Allah subhanahu wa ta'ala namazla zəkatı bir yerdə qeyd edir. Deyir, وَاقِمُوا وَاَتُوا namazı qılın və zəkat verin. Abdurrahman bin Sa'di rahimehullah buyurur ki, bütün xeyir əməllər əslində iki şeyə bölünür. O xeyir əməllər ki, insan onunla öz Rəbbi ilə olan əlaqəni düzəldir. Məsələn, namazdır, namaz onlardandır və həmçinin zikirlərdir və s. Və o bir qism, yəni insanlarla başqa insanın arasında olan əlaqələri düzəldirsən. Fikir versən, nəzər asalsan, görərsən ki, xeyir əməllər bu şeydən qırağa çıxmır. Ona görə Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə bir çox yerdə zəkatla namazı bir yerdə qeyd edir. Çünki namaz ən böyük əməldir. Sənin Allah subhanahu wa ta'ala arasında olan xeyir əməllərdən. Və zəkat da insanla kömək eləmək, zəkat həmişə sədəqə doğru aiddir. O da ən böyük əməllərdəndir, hansı ki, sən insanlara kömək elə bilərsən. Ona görə, qardaşlar, xüsusən də bugün istərdik danışaq bu insanlara qarşı olan xeyir əməllər barədə. Çünki görürsən ki, bir çox qardaşlarda, möminlərdə əfsuslar olsun, bu məsələdə naqislik var. Görürsən ki, hətta namaz qılsalar da, xeyir işlər görsələr də, müəyyən ibadətlər eləsələr də, lakin başqalarına kömək eləmək, xeyir əməllər görmək, görürsən ki, bu tərəfdə müəyyən bir zəifçilik var. Ona görə sadəcə bir hədis, Peyğəmbər sallallahu Səhih Müslimdə Əbu Hüreyrədən rivayət olunan bir hədisi oxumaq istəyərdik. O hədisdə böyük bir faydalar var və orada həmçinin xeyir əməl necə olmalıdır və onun mükafatı nə olacaq, biz inşallah görəcəyik. Və beləliklə Səhih Müslimdə Əbu Hüreyrədən rivayət olunan hədisdə gəlir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Mən nəffəsə mu'minin qurbatan min qurabid-dunya, nəffəsallahu anhu qurbatan min qurabi yawmil-qiyamah." Deyir ki, o kəs ki, möminə kömək edər, mömin bir bəlaya düşər bu dünyada, o bəladan onu çıxarsa,
Allah subhanahu ve teala onu hem bu dünyada hem ahirette beladan çıxardar. Və ona görə də alimlər buyururlar ki, bir qayda var, ilahi qayda. Deyir, əl-cəzəu min cinsil əməl. Deyir, həmişə mükafat və yaxud da cəza hansı əməli sən eləmirsən, onun cinsindən olur. Onun mislində olur. Necə ki, sən bu möhtac olan müsəlmana, insana kömək elədin pis vaxtda, bəladan çıxartdın, Allah subhanətə onun mislində sənə kömək eləyəcək. Yəni, səni də bəladan qoruyacaq. Sənə də bəla bu dünyada gözləyir. Çünki insan ola bilməz ki, daim rahatçılıqda yaşasın. Yox, bəla gəlməlidir. Və bu dünyada da olmasa, dünyadan tez getsən, qiyamət günü özü elə bəladır. Qiyamət günü elə özü böyük bəladır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyir? Deyir, Allah subhanahu taala onun həm dünya bəlasından, həm qiyamət günü bəlasından qoruyar. Və həmçinin sonra Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Və men yəssara alə mu'sirin yəssarallahu aleyhi fid-dunya vel-axirə." Deyir, əgər kimsə öz qardaşına kömək edər, hansı ki o qardaş pis vəziyyətə düşər, sən də o pis vəziyyətdən onu çıxardarsan, bu halda Allah subhanahu taala səni pis vəziyyətdən çıxardar. Yəni fikir verin qardaşlar, xeyir əməl etməklə sən ən birinci özün faydalanırsan. Yəni fikirləşmə ki, mən sənə kömək elədim, sən gəl mənə gündə çox sağ ol deyən, mən görəndə dur ayağa mənə qarşıla. Yox, elə ən çox faydalanan sən özünsən. Onu Allah subhanahu wa ta'ala onsuz da kömək eləyəcək. Sənin vasitəsindən, ya başqa insanın vasitəsindən, ola bilsin heç vasitəsizdir. Çünki Allah subhanahu wa ta'ala vəd edir. Quran-ı Kərimdə deyir ki, İnnə mə'l usri yusra. İnnə mə'l usri yusra. Həqiqətən, hər çətinlikdən sonra rahatlıq gələr. Bu Allahın vədidir. Belə çətinlik yoxdur ki, davamlı olsun. Həmişə rahatçılıq gələcək. Lakin Allah subhanahu wa ta'ala əgər sənə imkan yaradıbsa ki, sən bu insanı çətinlikdən onu çıxardıb bu mükafatı ala bilərsənsə, bu sənin üçün bir fürsətdir. Onun üçün fürsət deyil. Allah onu onsuz da qoruyacaq. Ona görə sonra Peyğəmbər sallallahu davam edir və deyir ki: "Və men satara musliman satarahullahu fid-dunya vel-axirə." Kim müsəlmanın eybini örtərsə, Allah subhanahu wa ta'ala onun eybini dünyada və axirətdə örtər. O nə deməkdir qardaşlar? O deməkdir ki, müsəlmanın eybi açmaq olmaz. Müsəlmanın eybi nədir? Yəni hansı günah, hansı bir səhv əməl. Hərdən şeytan səni aldadır və sən gəlirsən qardaşlarla oturursan, başlayırsan filan qardaşın eybindən danışmaq. Güya bir xeyir əməl istəyirsən. Bu xeyir əməl deyil, vallahi bu özü fəsaddır. Çünki insan əgər pis əməl edirsə və bunu yaymırsa, elan eləmirsə, bununla fəxr eləmirsə, qadağandır bu əməl barədə danışmaq. Bu müsəlman eybini açmaqdır. Ona görə başqa hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, deməli kim möminin eybini örtərsə, Allah onun eybini örtər və kim möminin eybini axtararsa, Allah subhanahu wa ta'ala onu rəzil eləyər. Bu dünyada onun bütün eybini açar. Hətta o eybini, o günahları gizlin eləsə də evində də Allah subhanahu wa ta'ala onu ifşa eləyər. Görürsünüz, əməlin mükafatı və cəzası onun cinsindəndir, mislindəndir. Ona görə əgər hansısa bir müsəlman bir günah eləyirsə və sən bunu bildin, sən onu gizlət. Yayma onu. Çünki onu yaymaqla sən özünü təhlükə altına atırsan. Və eyni zamanda qeyd eləmək lazımdır ki, ən böyük günahlardan günah etmək və onu yaymaq. O ən böyük günahlardandır. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdən birində deyir ki, "Kullu ummeti muafa." Mənim ümmətim hamısı bağışlana bilər, illəl mücahirin. Yəni elan edənlərdən başqa. Deyirlər, ya Rasulullah, elan edənlərdən kimdir? Deyir, o kəs ki, səhər günah eləyir. Ondan və Allahdan başqa heç kim bu günah barədə bilmir, xəbəri yoxdur. Lakin gedir özü axşam bu barədə danışır. Özü öz evini açır. Və ya tərsinə axşam günah eləyir, sonra səhər cəmaata danışır. Bu böyük günahlardandır. Bəzi qardaşlar, şeytan belə alladır onları ki, mən münafiqəm, niyə günahımı gizlətməliyəm? Mən münafiqəm, əgər eləyirəmsə, sonra cəmaata demirəm. Yox, bu münafiqlik deyil.
Əksinə bu imanın əlamətidir ki, sən utanırsan insanlardan. Allah'a asi çıxmısan və utanırsan. Ona görə müsəlman əgər günah edibsə, mütləq o günahı nə etməlidir? Gizlətməlidir. Və sənin əgər xəbərin oldu bu günahdan, sən onu yaymalısın. Fikirləşmə ki, sən beləliklə insanları çəkindirirsən bu adamdan, xeyir yayırsan, yox, sən fəsad yayırsan. Və sonra da Peyğəmbər sallallahu aleyhi ve sellem bundan sonra deyir ki, "Vallahu fi aunil abdi ma kana'l abdu fi auni axi." Yəni bütün bu xeyir işlərinin xülasəsi verir Peyğəmbər sallallahu aleyhi ve sellem. Əvvəl təfsilat verdi. Kim eybini örtərsə Allah onun eybini örtər. Kim çətinlikdə düşərsə Allah onu çətinlikdən qoruyar. Sonra xülasə verdi. Dedi ki, "Vallahu fi aunil abdi ma kana'l abdu fi auni axi." Nə qədər ki insan, müsəlman öz qardaşına kömək edirsə, o qədər də Allah ona kömək edəcək. Subhanallah. Ona görə Allah'tan kömək istəyirsənsə, xüsusən çətin bir vəziyyətə düşmüsən və köməyə ehtiyacın var. Allah subhanahu teala burada Peyğəmbər sallallahu aleyhi ve sellem vasitəsilə sənə başsağlığı etməlisən. Yəni insanlara kömək elə. Nə qədər sən insanlara kömək edəcəksən, o qədər Allah subhanahu teala sənə kömək edəcək. Və həmçinin bu Peyğəmbər sallallahu aleyhi ve sellem bu sözündə biz nəyi görürük? Görürük ki, faydalanan ən çox kömək edəndir. Kömək kimə eləyirlər yox. Çünki onsuz da onu kömək Allah eləyəcək. Lakin Allah subhanahu teala sənə əgər bu fürsət veribsə, bu sənin üçün fürsətdir, istifadə elə. Və sonra da Peyğəmbər sallallahu aleyhi ve sellem həmin hədisdə buyurur ki, وَمَنْ سَلَكَتْ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا سَهَّلَ اللّٰهُ لَهُ بِهِ طَرِيقًا إِلَى الْجَنَّةِ. O kəs ki, elm axtararsa, elmin dalınca düşərsə, elm oxuyarsa, Allah'ı yəni dini öyrənmək istəyərsə, Allah subhanahu wa ta'ala beləliklə onun üçün neyniyər? Cənnətə yolunu asanlaşdırar. Və bu, Peyğəmbər bu sözündə biz elmin öyrənməyin fəzilətini görürük. Çünki qardaşlar, şəriət elmi insan öyrənəndə başqa elmlərdən fərqli olaraq bu elm sənə birbaşa fayda verməlidir. O bütün sən riyazəti oxuyasan, heç var riyazətdən istifadə edəməyəsən dünyada, həyatında. Başqa sənədlə məşğul olasan. Və yaxud bir tarixi oxuyasan, müəyyən bir ibrət götürəsə, ola bilsən heç götürməyəsən. Lakin şərri elm belə deyil, qardaşlar. Şərri elm səni Allah'a yaxınlaşdırmalıdır. Səni artıq, görürsünüz necə Peyğəmbər sallallahu bu hədisdə buyurur, sənin üçün cənnətə yolu asanlaşdırır. Lakin burada bir şərt var. Nə vaxt? Nə vaxt şərri elm sənə fayda verir? Əgər sən o şərri elmi tətbiq eləsən. Sən şərri elmi tətbiq etməsən, onu öyrənsən ki, kiməsə özünü görsədəsən, ki sən ağıllısan, daha çox bilirsən, insanlarla münaqişə aparasan, yəni mübahisə aparasan və s. Bu zaman sənə bu elm nəinki fayda verməz, əksinə ziyan gətirir. Ona görə Peyğəmbər sallallahu əleyhi hədisinin birində buyurur ki, "El-Qur'anu huccetun laka aw aleyk." Həqiqətən Qurani-Kərim ya sənə lehinə olacaq, ya əleyhinə. Fikir verin qardaşlar, başqa elmlər belə deyil. Ola bilsin dediyimiz kimi riyazəti öyrənəsən, bəli, ola bilsin haramda istifadə edəsən. Ola bilsin haramda istifadə edəməyəsən, nə haramda, nə xeyir işlərdə istifadə edəsən, o sənə nə ziyan verər, nə də xeyir verər. Lakin şərri elm belə deyil. Şərri elm sənə ya xeyir verəcək, ya ziyan verəcək. İkisindən biri. Öyrəndin, əməl elədinsə, sənə xeyir verəcək. Öyrəndin, əməl eləmədinsə, sənin əleyhinə olacaq. Hüccətdir sənin qarşı. Çünki bildin ki, bunu eləmək lazımdır. Eşitdin ki, valideynlərlə yaxşı davranmalısan. Sonra əməl eləmirsən, artıq bu elm sənin əleyhinə hüccətdir. Sən onu bildin, eləmədin. Və həmçinin sonra Peyğəmbər sallallahu əleyhi və səlləm hədisin sonunda buyurur ki: "Və məctəmə qavmun fi beytin min buyutillah yatluna kitaballah və yetədarasunahu beynəhum illə nəzəlet aleyhimus-səkinə." Deyir, insanlar, bir toplum insan yığışsa Allahın evində və Allahın kitabını oxusa, onu şərri elm öyrənsə, onun təfsirini, şərhini öyrənsə, onun mükafatı nədir? İllə nəzəd aleyhimus-səkinə. Allah subhanahu wa ta'ala mütləq onlara bir sakit, yəni səkinə göndərər. Yəni rahatlıq göndərər.
budur qardaşlar faydalardandır. Ona görə hətta alimlərdən bəziləri deyərlər ki, bu dünyada cənnət varsa, elm alınan yerlərdə cənnət var. Yəni insanlar yığışırlar bir yerdə. Allah'a yad edirlər, bu dünyanın cənnətidir. Həqiqətən bu dünyanın cənnətidir. Və həmçinin burada bu hədisdə görürük ki, elmin cəmaat şəklində almağın faydası fərqlənir. Nəinki tək oturub oxumaq. Xüsusən Allahın evlərində, yəni məscidlərdə. Və həmçinin görürük ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyirdi ki, "Vəğəşiyyəthumur rəhmə." Allahın həmçinin rəhməti onları bürüyər. "Və haffəthumul mələikə." Və onları mələklər nə əhatə edər. Sonra deyir Peyğəmbər sallallahu əleyhi və səlləm: "Və zəkarəhumullahu fi men ində." Və Allah subhanahu və teala onları zikr edər. Kimin yanında? O kəslər ki, onun yanındadır. Kimin? Mələklərin yanında. Ona görə bax, elmi oxumaq, Allah'ı yad etmək, xüsusən elm məclislərdə fəzilətlər. Bax onun fəzilətinə. Və həmçinin başqa hədislərdən birində gəlib ki, mələklər Allah subhanahu və teala xəbər verirlər. Allah subhanahu soruşur, onlar niyə görə yığışıblar? Deyir, onlar səni zikr edirlər. Baxmır, Allah subhanahu bilir. Və deyir, onlar məni görüblərmi? Deyir, yox, səni görməyiblər. Cənnəti, cəhənnəmi görməyiblər. Allah ki, səni zikr edirlər. Və həmçinin Allah subhanahu ta'ala sonra deyir ki, görsələr görünə qədər zikr edirlər. Sonra deyir ki, onlar hamısını bağışlar. Və mələklərdən biri deyir ki, bəs orada bir nəfər var idi, heç niyyəti yox idi ora gəlməyə. Sadəcə keçirdi, gördü ki, elm məclisidir, yığışıblar. O da girdi, orada iştirak elədi. Hətta Allah subhanahu deyir ki, onu da bağışlar. Yəni, görürsünüz, elm, Allah subhanahu ta'ala dini öyrənmək nə qədər fəziləti var. Və axırda Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, وَمَنْ بَطَّعَ بِهِ عَمَلُهُ لَمْ يُسْرِ بِهِ نَسَبُهُ. Deyir, kim əməl etməsə, yəni də əməldən, xeyir əməldən söhbət gedir. Deyir, əgər kimsə xeyir əməli eləməsə, dayandırsa və ya günah işlətsə və s. onun ailəsi, onun qəbiləsi, onu kömək eləməyəcək. Yəni, fərqi yoxdur, sən kimin qohumusan. Allah subhanahu wa ta'ala yanında bu rol oynamır. Əsas sən Allah subhanahu wa ta'ala özün Allahın yanında hansı dərəcələrə çatmışsan. Sənin əgər əməllərin varsa, Allah subhanahu wa ta'ala sənə kömək eləyəcək, sənə mükafat verəcək, səni cəhənnəmdən qoruyacaq və cənnətə salacaq. Ona görə Allah subhanahu wa ta'ala misal çəkir kafirlərdən. Deyir ki, وَضَرَبَ اللّٰهُ مَثَلِ الَّذ۪ينَ كَفَرُوا اِمْرَأَتَيْ Nuhin və imra'ətə Lut. İmra'ətə Nuhin və imra'ətə Lut. Allah subhanahu deyir, misal Allah çəkir sizin üçün Quran-ı Kərimdir. Allah misal çəkir iki kafir, ya kafirlər barədə və kim deyir? Nuhun və Lutun arvadları. Onların həyat yoldaşları. Kânətə təhtə abdeyni min ibadina saliheyni fəxanətəhuma fələm yuğni anhu minəllahi şey. Allah subhanahu deyir ki, baxmayaraq iki bizim salih qulların altındaydılar. Yəni onların himayəsindəydilər. Nuh, Peyğəmbər və Lut aleyhisselam. Fələm yuğniyəhuma minəllahi şey. Lakin bu onlara fayda gətirmədi. Və qilə duxulən nərə mə dəxilin. Allah subhanahu dedi ki, nə? Cəhənnəmə daxil ol. Baxın, baxmayaraq ki, iki dənə əzəmətli Peyğəmbərlərin Nuh aleyhisselam birinci Rasul, onun yoldaşı idi, lakin o ona fayda vermədi. Ona görə sən güvənmə ki, mən filan kəsin qohumuyam və yaxud da filan kəs mənim atamdır, hansısa olub üçün fəzilətli insandır, əməli salih insandır, elm tələbəsi, yəni onu sən fayda verməyəcək. Hətta bax, fikir verin, Peyğəmbərlərin yaxını olmaq, onların əhl-i beytdən olmaq, çünki onların əhl-i beytidir. Nuh aleyhisselamın yoldaşı və Lut aleyhisselamın yoldaşı, onlar kafir kimi öldülər və Allah subhanahu əmr elədi ki, cəhənnəmə daxil olsunlar. Ona görə, qardaşlar, yəni, əslində bu həyat, bu fürsətdir. Allah subhanahu sənə vaxt verib, ta sən ölənəcən, tövbə eləmək və xeyr əməl eləmək fürsətdir, vaxt var. Ona görə Peyğəmbər sallallahu hədislərin birində deyir ki, Allah həmişə tövbəni qəbul edər iki haldan başqa. Ruh boğaza yaxınlaşanda və günəş qərbdən çıxanda. Ona görə istifadə eləməliyik, qardaşlar. Hələm ki, sağlamlıq var, fürsət var, xeyr əməl eləməliyik, çünki bilmirik ölüm nə vaxt gələcək. Ölüm nə vaxt gələcək. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində
İbn Ömer radiyallahu anh deyərdi ki, kun fid dunya kənnəkə qarib əv abrus səbil. Bu dünyada belə ol, elə bir ki, müsafirsən. Yəni, əbədi burada yaşamayacaqsan, gedirsən birazdan. Yəni, xeyir əməllər çoxlu elə. Ona görə İbn Ömer bu nəsiyyətdən sonra deyərdi ki, İdə əsbahda fələ təntazir masa. Yəni, gün başladısa, səhər açıldı, axşam gözləmə. Yəni, xeyir əməlləri axşama saxlama. Tövbəni axşama saxlama. Çünki ola bilsin, bu axşam olmayacaq. Hansısa səhər olacaq ki, sən axşamı görməyəcəksən. Və ya hansısa axşam olacaq ki, sənin üçün axırıncı axşam olacaq. Səhəri görməyəcəksən. Ona görə bir nömrə davamda deyir ki, axşam gəldisə səhəri gözləmə. Səhəri gözləmə. Yəni, xeyir işlər gör, hələ bir ki, sənin axırıncı günündür. Hələ bir ki, bu gün sənin üçün axırıncı gün. Çünki hansısa gün həqiqətən sənin üçün axırıncı gün olacaq. Allah subhanət hala bizi eşidib faydalardan eləsin. Allah subhanət hala bizi ixlaslı qullardan eləsin. Bizim günahlarımızı bağışlasın. Allah subhanət hala daha yaxşı bilir. Və sallallahu aleyhi və Muhammed və alə alihi və sahbihi və səlləm.